Ölüm beynində mənfi təsirlərə məruz qalan ən həssas sahə mədəciklər sistemidir. Daha çox mədəciklərin genişlənməsi, yəni ventrikulomeqaliya kimi özünü biruzə verir. Ən çox genetik xəstəliklərdə, romboensefalosinapsisdə, beyin qanamalarında, su kəməri daralmalarında və s. hallarda yaranır. Bir çox kortikal malformasiyalarda yan mədəciklərdə genişlənmədən başqa divarlarında nahamarlıq kimi dəyişiklikləri görmək mümkündür. Əlavə olaraq, neyron miqrasiyası pozulması zamanı periventrikulyar nodulyar heterotopiyaları izləmək mümkündür. Belə ki, lateral mədəciklərin iç divarlarında xırda düyünlər yaranır və bu da miqrasiya edə bilməyən neyronların təzahürüdür. Bunlar tək-tək, diffuz, bir və ya iki tərəfli ola bilərlər. Neyron miqrasiyasının pozulması həm də lateral mədəciklərin ön buynuzlarının formasına da təsir edir. Belə ki, onlar genişlənərək dördbucaqlı formaya malik olurlar. Korpuskalozum ageneziyasında da genişlənmədən başqa ilk növbədə mədəciklərin morfologiyası pozulur və oksipital buynuzlar kolposefalik forma alır. Ön buynuzlarda isə spesifik maral buynuzu forması kimi dəyişirlər. Mədəciklərdə ən kiçik bir dəyişiklik diqqətdən qaçmamalı, növbəti müayinə neyrosonoqrafiya və genetik konsultasiya və irəli həftələrdə fetal MRT tövsiyə olunmalıdır.